Mən kasıba ərə getmərəm, mən kasıbla evlənmərəm, mən kasıbla sevgili olmaram deyən bəzi qızlar, sözüm sizədir. O siz axşam çağı mağazinə gedib gəlirsiniz və yaxud da hardansa gedir, gəlirsiniz, məhəlləmizə girirsiniz. O həmin məhəllədə sizi qoruyan həmin kasıblardır. Bu birinci növbədə. İkinci növbədə birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində şəhid olmuş insanların çoxsu hamısı kasıb təbəqələrdir. Heç bir kəs varlı deyil. İndi siz durub deyirsiniz ki, kasıblar belə pisdir, kasıblar elədir. O kasıbın bir o zəhmətlə, əziyyətlə, zülmlə pul qazanır ha. Ki əli qabırğalıdır və s. Bəziləri biz onun əlinə tozuna belə çata bilməzsiniz. Siz kiminlə ilə müqayisə ediyorsunuz? O qədər varlılar görmüşəm ki, ailə həyatı qurublar. Hər gün evdə dava, hər gün evdə müsibət, kişi xanımın vurur, işgəncə, zülm, ağlamaq xanımı incidir. Amma elə kasıb ailə görmüşəm ki, ən azı kişi az gətirir, amma xoşbəxt yaşayırlar. Məsələ də bundadır. Ona görə ki, kasıbçılığı pulla, var dövlətlə ölçmür. Kişi bəli, istədiyi xanımı, məsələn, sevdiyi xanımı restorana da apara bilər, gəzməyə də apara bilər və yaxud da nəsə onun üçün ala bilər. Bu problem bir şey deyil. Amma siz qadına bəzi kişilərdə elə bir şey istəyirsiniz. Mən üçün iPhone 17 al, mən üçün ev al, mən üçün maşın al, nə mən üçün bahalı hədiyyələr al. Bu 400-500 manat qazanan insan sənə nətər o versin sənə o lüks düşündüyün həyatı. Məsələ də bundadır. Ona görə ki, çalışın ki, insanlara kaşlok kimi yox, insan kimi yanaşın. Onda biləcəksiniz ki, həqiqətən də insanlar sizin nəyə görə yanınızdadır.